Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük. Bu videoda sizlərlə tənliklər bölməsinə aid olan sınaq suallarının izahını verəcəm. İlk növbədə zəhmət olmasa videomuzu bəyənirik və ətrafımızda olan digər insanlarla da paylaşırıq ki, onlar da videodan faydalansınlar. Sınağımız 20 sualdan ibarətdir. Özünüz müstəqil şəkildə videonu saxlayacaqsınız. Sualın cavabını tapacaqsınız. Sonra mənim izahımla doğru yoxsa yanlış yazdığınızı müəyyən edəcəksiniz. Burada həm asan tənliklər var, həm də mürəkkəb tənliklərə də yer vermişəm. Əminəm ki, sualların əksəriyyətini yaza biləcəksiniz. Əlavə bir qeyd də bildirim ki, indi mövzu adı olaraq tənliklər bölməsi yazsaq da, burada digər kiçik bir bölmələr var ki, onlardan da suallar daxil etmişəm. Bir ifadənin sadələşdirilməsi, 2 əməllər sırası, 3 dəyişənin verilmiş qiymətinin ifadənin qiymətinin tapılması. Hər birinə aid 1-2 sual da var. Yəni onlar da çox böyük, önəmli mövzu olmadığı üçün bu bölmənin tərkib hissəsi kimi sınaqda istifadə etmişəm. Çox vaxt itirmirik dəyərli dostlar. Artıq izahlara başlaya bilərik. İlk növbədə özünüz tapmağa çalışın. Bu tənliyin cavabı nə olacaq? Ondan sonra izahla qeyd etdiyim kimi yoxlayacaqsınız. Deməli, birincidə 5x çıxılsın 7 vurulsun 3 çıxılsın 9 bərabərdə 30 tənliyini həll etmək lazımdır. İlk növbədə 5x çıxılsın 7 vurulsun 3 bərabərdir 39 yazacağım. Yəni 9 keçir o bir tərəfə, toplam olacaq, oldu 39. Sonra 5x çıxılsın 7 bərabərdir. 39 3-ə bölünəcək, düşəcək 13. Buradan 5x bərabərdir. 7 o biri tərəfə keçəcək, 13 ilə toplanılır. Olur 20, x də bərabərdir. 20-ni 5-ə bölürəm, düşəcək 4. Deməli, birinci sualımızın doğru cavabı D variantına uyğun gəldi. İkinci suala baxırıq. X bərabərdir 5 olarsa, bu tənliyi həll etmək lazımdır. X-in qiyməti verilib. Aparıb harada x görürəmsə yerinə 5 yazacağım. 5x nə deməkdir? Yəni 5 vurulsun x deməkdir. 5-i 5-ə vuranda 25 olur. Bəzən müəllimlər bunu 55 kimi də yazır. Diqqətli olun. Əgər dəyişənlə ədədin arasında heç bir işarə yoxsa, bu vurma deməkdir. Əgər üstündən xətt çəkilsəydi, bu şəkildə, onda məsələn 55 yazardıq. Amma bu situasiyada bu vurma deməkdir. 25 üstə gələk 7y bərabərdir. Dostlar, bu hissəni isə biz bildiyimiz əməllər sırasına uyğun şəkildə hesablamalıyıq və cavabı yazmalıyıq. Yəni 30-u 5-ə böləndə 6 düşəcək. Üzərinə də 54-ü gələcəm, olacaq 60. Yəni bu şəkildə yazmağımız yetərlidir. Sonra 7y bərabərdir. 60-dan çıxıram 25. 25 keçir bu biri tərəfə. 60-dan 25 çıxanda 35 qalar. Y də bərabərdir 35-i 7-yə böləndə düşəcək 5. Demək ki, tənliyin kökü 5-ə bərabərdir. Düzgün cavab A variantına uyğun gəlir. Üçüncü suala baxırıq. Yenə bu tənliyi həll etmək bizdən tələb olunur. Diqqət yetirsəniz, tənlik uzundur. Amma dəyişən ən daxildədir. Yəni ən daxildəki mötərizdə bu hissədədir. Deməli, nə edirik dəyərli dostlar? İlk növbədə bu hissəni bütöv bir ədəd kimi fikirləşirsiniz. Yəni onun üzərinə nə gəlsəm 12 edər. Mən bu hissəni təkrar yazacağım sizin üçün. 120 bölünsün 10 üstə gələk 3x çıxılsın 4 bölünsün 2 plus 3 vurulsun 5 bərabərdir. 12-dən 10-u çıxanda 2 qalır. Yəni bu ifadənin cavabı 2-yə bərabərdir. İndi dəyərli dostlar, düşünürük ki, 120-ni nəyə bölsəm 2 düşər? 120-ni 60-a böləndə 2 düşər. Yəni bunu tapmaq üçün 120-nin özünü 2-yə bölmək lazımdır. Başqa sözlə mən bu hissəni silirəm. Buranı da silirəm və aparıb bu hissəyə 60 yazacağım. Artıq mötərizənin kənarında heç nə qalmadığı üçün kənardakı mötərizələr silinir. Eyni qayda üzrə indi növbəti mərhələdə 60-dan əvvəlcə 10 çıxılmalıdır. Bilirsə, birinci toplama çıxma həyata keçirilir. Yəni əməllər sırası burada tərsinə işləyir bir növ. Sonra vurma bölməni həyata keçirilir. Yəni belə yazacağam mən. Buradan 3x çıxılsın 4 bölünsün 2 üstə gələk 3 vurulsun 5 yazıram. Bu da bərabərdir 60-dan 10 çıxanda qalır 50. Növbəti mərhələdə belə düşünürəm ki, nəyi 5-ə vuranda 50 edər? Bunu tapmaq üçün 50-ni 5-ə böləcəm. 50-ni 5-ə bölən düşəcək 10. Yəni buranı silirəm. Bu ifadəni bərabər edirəm 10-a. Artıq mötərizənin kənarında heç nə qalmadığı üçün kənar mötərizələr silinir. Burada da
bu ifadəni bütöv düşünürük. Yəni vurma bölmə mötərizəyə bir növ bitişikdir, dırnaqarası belə deyirəm. Ondan əvvəlcə 3 çıxılacaq. Ondan 3 çıxacam. Yəni çöldən içə doğru hərəkət edək. Ondan 3 çıxanda 7 qalar. 7-ni 2-yə vuracam, 14 edəcək. 14-ün üstə 4 gələcəm. 18 edəcək. 18-i 3-ə böləcəm, düşəcək 6. Yəni tənliyin kökü 6-ya bərabərdir. Tənliyimiz mürəkkəb tənlikdir. Yəni bu qayda üzrə yaza bilərik. Kiminsə tənliklərlə bağlı ümumi olaraq çətinliyi varsa, YouTube-da tənliklər Nail Sadıqov yazaraq video izahlarımız var. Onlardan faydalana bilərsiniz. Bütün növ tənliklərin izahı verilib. Dördüncü sual. 5 vurulsun. Bu ifadə bərabərdir. Bu ifadə. Dostlar, belə bir hissəyə toxunmaq istəyirəm ki, 5 vurulsun, 6x çıxılsın. 45 3-ə bölünə düşür 15. Yəni bura siz birbaşa 15 yazmalısınız. Çıxılsın 20 bərabərdir. Sağ tərəfdə də 55-dən birbaşa 30-u çıxıram, 25 qalır. Növbəti mərhələdə 5 vurulsun, 6x çıxılsın 15 bərabərdir. 25 ilə 20 toplanılacaq. Yəni 20 o biri tərəfə keçir, olur 45. 5-i nəyə vuranda 45 edər? Bunu tapmaq üçün 45-i 5-ə bölərəm, düşəcək 9. Yəni bu ifadə özü 9-a bərabərdir. Və mötərizənin sonunda heç nə qalmadığı üçün mötərizəni silirəm. Buradan 6x bərabərdir. 15 üzərinə gələcəm 9-u edəcək 24. X də bərabərdir. 24-ü 6-ya böləndə düşəcək 4. Demək, tənliyin kökü 4-ə bərabərdir. Növbəti 5-ci suala baxırıq. X bərabərdir 8 olarsa, bu tənlikdən y-in qiymətini tapmaq tələb olunur. Harada x görürəmsə, aparıb yerini 8 yazacağım. Məsələn, burada var. Əslində, bu ifadəni bütöv hesablaya bilərik. Yəni, bunu qeyd edim. 6 vurulsun, 8 üstə gələk, 4 üstə gələk, 2 vurulsun, 8 plus 5. Mötərizəni bağlayıram, çıxılsın 5. Hələ bu tərəfdən mənim işim yoxdur. Sol tərəf, diqqət yetirin, yalnız x-dən ibarətdir. Yəni dəyişən olaraq. Deməli, biz bunu standart qayda üzrə əməllər sırasına uyğun şəkildə hesablaya bilərik. 2-ni 8-ə vurdum, 16 edəcək. 16-nın üstə 5 gəldim, 21. Sonra 21-in üzərinə də 4 gəldim, bura oldu 25. 6-nı 8-ə vuranda 48 edər. 48 üstə gəl 25. Sonra da çıxılsın 5 olacaq. İndi hesablayaq. 48 plus 25 çıxılsın 5 oldu 68. Yəni sol tərəf ümumi olaraq 68-ə bərabərdir. Silirəm. Belə bir şey yazacağım. 68 bərabərdir. 4 vurulsun. Y çıxılsın x. X neçədir? 8. Burada vermişdi axı. Sonra y çıxılsın 8 ifadəsini tapmaq üçün 68-i 4-ə böləcəm. Düşəcək 17 bərabərdir. Y çıxılsın 8-ə. Buradan da y nəyə bərabərdir? 8-in qabağı çıxmadır. O bir tərəfə keçəndə toplam olacaq. 17-nin üstə 8 gələndə olacaq 25. Düzgün cavab C variantına uyğun gələcək. Növbəti 6-cı suala keçid etdik. Eyni qayda üzrə dostlar, diqqət yetirsəniz, burada bir ifadə var. Yəni biz bunu əvvəlcə hesablamalıyıq. Yəni bu hissə qalacaq. Diqqət yetirək. 5x üstə gələk 4 bölünsün 3 üstə gələk. Əvvəlcə 4-dən 2-ni çıxırsınız. Birinci mötərizə həll olur axı. 4-dən 2 çıxanda qalır 2. Bura oldu 2. Sonra soldan sağa qaydası tətbiq olunacaq. Əvvəlcə 8-i 2-yə böləcəm. Düşəcək 4. Sonra 4-ü 2-yə vuracam, olacaq 8. Bu da bərabərdir 16-ya. Diqqətli olursunuz. Burada yəni əvvəlcə 2-ni 2-yə vurub 4. Sonra 8-i 4-ə bölüb 2 yazmaq olmaz. Yəni soldan sağa doğru əgər eyni pilləmələrdirsə bu formada icra olunmalıdır. Burada da çöldən içə doğru artıq hərəkət edə bilərik. Yəni yazdığım hissəni nəzərdə tuturam. Detallı göstərim sizə. 16-dan 8 çıxılacaq, 8 qalacaq. Sonra 8-i vuracam 3-ə 24, 24-dən 4 çıxacam. 20 qalacaq, 20-ni 5-ə böləcəm, düşəcək 4. Düzgün cavab C variantına uyğun gəldi. Növbəti 7-ci sualımıza keçid edirik. Deməli, bu tənlikdə də necə olacaq? Diqqət yetirsəniz, bölünən, bölən qismətdir. Əvvəlcə biz bölünəndə verilən ədədləri hesablayaq. 39006 üstə gələk 8706. Bu edir 47712 bölünsün 3 saat çıxılsın 6. Bərabərdir 568-ə. Məhsul olan nədir burada? Bölən. Məhsul böləni tapmaq üçün
Yəni 3 saat çıxılsın altını tapmaq üçün nə edirəm? 47712-ni bölürəm 568-ə düşür 84. Buradan da 3 A bərabərdir. 84-ün üstə 6 gələndə 90 edəcək. A da bərabərdir 93-ə böləndə düşəcək 30. Deməli düzgün cavabımız 30-a uyğun gələcək. Növbəti 8-ci suala baxırıq. Y bərabərdir. 12 olarsa x-i tapın. Y-in yerinə 12 yazsam, 12 üstə gəl 24 edir 36. Yəni belə olacaq ki, 36 çıxılsın x bölünsün 6 üstə gəl 28 bərabərdir 30-a. Çöldən içə doğru gedirəm. 30-dan əvvəlcə 28-ni çıxıram. 2 qalır. 2-ni 6-ya vururam 12 edir. Yəni 36 çıxılsın x bərabərdir 12 yazıram. Buradan da x bərabərdir 36-dan 12 çıxanda qalacaq 24. Tənliyimizin kökü 24-ə bərabərdir. Yəni x-in qiyməti düzgün cavab D variantı olacaq. 9-cu suala baxırıq. Deməli, M, N və K-nın qiymətləri verilib. Deyir, aşağıdakı ifadənin qiymətini tapın. Dostlar, sadəcə verilənləri yerinə yazmaq lazımdır. Yəni, belə yazıram. M 16-dır. Vurulsun N 8. Üstə gələk. 3 vurulsun K. Yəni, 3 vurulsun 48. Bölünsün 4. Çıxılsın K, yəni 48. Bölünsün N plus N. Yəni, 16 plus 8. Alınan cavabı da böl 2-yə. Bu şəkildə olacaq. İndi hesablanmaq lazımdır. Əvvəlcə bu mötərizənin içərisinə baxıram. Deməli, 16-nı vuracağam 8-ə. 16-nı 8-ə vuranda 128 aldım. Üstə də gəlirəm 3 ilə 48-in hasilini. 3-ü də vururam 48-i. Toplam bu 272 edəcək. Sonra 272-ni də 4 yerə bölmək lazımdır. Yəni bu hissə oldu 68. Qalır bura indi. Bu tərəfi hesablayaq. Digər tərəfə baxıram. Əvvəlcə 16-nın üstə 8 gələcəm 24. Sonra 48-i 24-ə bölən düşəcək 2. Yəni 68-dən 2 çıxacaq. Alınan cavabı da bu çöldə olan 2-yə böləcəm. 68-dən 2 çıxanda 66 qalar. Bunu da 2 yerə bölsəm düşər 33. E variantı düzgün cavab olacaq. Belə suallarda kalkulyatordan istifadə etmək mütləqdir. Yəni işimizin rahat olması üçün bildirirəm bunu. 10-cu suala baxırıq. M və N verilir. Bu ifadənin qiymətini tapmaq lazımdır. 2 vurulsun M, yəni 2 vurulsun 29, çıxılsın 4 vurulsun N. 4 vurulsun 33 plus 48 bölünsün 9 çıxılsın N çıxılsın M. Yəni 33 çıxılsın 29 vurulsun 3. Baxırıq. Əvvəlcə nə edəcəm? Əvvəlcə mötərizənin daxilindən başlayıram. Əslində 2-ni 29-a da vura bilərik. Yəni bunun bir sıxıntısı yoxdur. Bura olacaq 58. Çıxılsın. Bu hissəni hesablayaq. 4-ü vururam 33-ə. Deməli nə edir? 132 etdi. Üstə gəlirəm 48. 180 edir. Bölürəm 9-a düşür 20. Bura oldu 20. Çıxılsın. Bir də bu hissəni hesablayaq. 33-dən çıxıram 29. 4 qalar. 4-ü vururam 3 edir. 12. Baxıram. 58 çıxılsın 20. 38 qalar. Çıxıram 12-ni 26 qalar. Demək ki, ifadənin qiyməti 26-ya uyğun gəlir. D variantı düzgün cavabımızdır. 11-ci suala baxırıq. Deməli, tənliyin kökünə əsasən bu ifadənin qiymətini tapmağımız tələb olunur bizdən. Dostlar, nəyə diqqət yetirməlisiniz burada? Bax, bu hissəni qeyd etdim. Burada plus 1 var. Bax, bunu 1 bura düşüb. Yəni, öncədən bildirim sizə. Yəni, o 1 orada olmasa, siz belə düşünün. 1 məsələn burada yoxdursa, burada plus 1 var. Dəyərli dostlar, bu tənliyi həll etməyə ehtiyac yoxdur əslində. Səbəbi nədən ibarətdir? Yəni, məsələn, tənliyi həll etdi, çöldən içə doğru gedəcəksiniz. Tənliyin kökünü nə tapırsınız, tapın. Gətirib bu ifadədə yerinə yazdınız. Alınan cavabı sıfıra vuranda, bilirsiniz də sıfırı nəyə vuranda cavab həmişə sıfır olur. Nə olur olsun yəni. Üstə də 1 gələndə cavab olacaq 1. Yəni D variantı düzgün cavabımız olur. Növbəti 12-ci suala baxırıq. Bu suala da diqqətlə baxmağınızı tövsiyə edirəm. Yəni vaxt itirmədən əslində bu sualda yazmaq olar. Bunda səbəbi nədir? Buradan bura qədər olan ifadənin qiymətini hesablayın. Əslində ehtiyacımız yoxdur. Bu hissəyə baxaq. Əvvəlcə 200-ü 5-ə bölürəm. Düşür 40. 40-dan 40 çıxana nə qalır? 0. Yəni buranı tapdınız. Nə olur olsun 0-a vuranda 0 edər. Üstə 12 gələndə 12 alacam. Vəssalam, bu qədər sadə. Yəni
Vaxt itirmədən bu sualın cavabını müəyyən edə bilərik. 13-cü suala baxırıq. Sadələşdirmək bizdən tələb olunur. Burada bölmənin paylama xassəsi tətbiq olunacaq əvvəlcə. 120 A-nı 4-ə böləndə, 120-ni 4-ə böləndə düşür 30. A-nı da arxasına yazıram. Üstə gələk 40-ı 4-ə böləndə 10, B-ni yazıram arxasınca. Üstə gələk 12-ni 4-ə böləndə 3 düşər. Plus 3C minus 3B, bir də arxasınca da plus 3C-ni də yazmağı unutmuram. Buradan da yazaq. Plus 3C. Bura yerləşmir. Eybi yox. 3C. İndi dostlar, bunu yazandan sonra artıq ifadələri, yəni A-ları 1, B-ləri 1 qruplaşdırmaq lazımdır. 30A təkdir. Bu oldu 30A kimi. 10B var, burada da 3B var. Ondan 3-ün çıxanda nə qalır? 7B. Deməli, B-lər 1 hesablanır. C-lərə baxın. 3C buradadır, 3C də burada. 3 ilə 3-ü də toplayanda olur 6C. Yəni 30A üstə gələk 7B, üstə gələk 6C. C variantına uyğun gəlir dostlar. Belə. Ümid edirəm anlaşıldı bu da. Yəni sadələşdirmə ilə bağlı olan bir sual tipi idi. Biz isə davam edək növbəti sualımıza. 14-cü suala keçid edirik. Tənliyi həll etməyimiz lazımdır. Dostlar, bu tənlikdə əslində açada bilərsiniz mötərəzəni. O minusa görə plus olacaq. Bu qaydanı mütləq bilməlisiniz. Və yaxud da bu nədir? Bu məhsul çıxılandır. Yəni azalan, çıxılsın, çıxılan bərabərdir fərqə. Yəni 2x çıxılsın 5 ifadəsini tapmaq üçün 25-dən 10-u çıxaram. Qalar 15. Buradan 2x bərabərdir. 5 o bir tərəfə keçəcək. 15 ilə toplanacaq olacaq 20. X də bərabərdir 10-a. Yəni cavab oldu E variantı. Və yaxud gəlin mötərəzəni açaq. 25 çıxılsın 2x. Sonra bu minus da buna görə plusa çevrilir. Bilirsiniz, mötərəzənin qabağında çıxma işarəsi varsa, bu zaman nə olur? Yəni onu açan zaman o plusa çevrilir. Daha doğrusu içərinin işarəsi dəyişir. Bərabərdir 10-a. 25-in üstə 5 gələndə 30. Çıxılsın 2x bərabərdir 10-a. Buradan da 2x nəyə bərabərdir? Yəni 30-dan 10-u çıxıram, 20 qalır. X də bərabər olur 10-a. Yəni eyni şey olur axırda, amma təbii ki, minusdan işləməyi də bacarmalısınız. Növbəti 15-ci suala qədəm qoyduq. 15-ci sualda nə deyir? Yenə bu tənliyi həll etməliyik. X-lər bir tərəfdə hesablanacaq, ədədlər bir tərəfdə. Burada əvvəlcə 84-dən 20-ni çıxmaq lazımdır. Yəni ədədləri 1 hesablayırsınız. 84 çıxılsın 20-dir 64. Üstə gələk 3x bərabərdir 5x çıxılsın 12. 5x-dən 3x çıxana nə qalır? 2x qalır, bərabərdir 64. Üstə gəl 12 edir 76. Buradan da x bərabərdir 76-nı bölürəm 2 ilə, düşəcək 38. Düzgün cavabımız D variantına uyğun gələcək. 16-cı suala baxırıq. Bəli, bu mürəkkəb tənlikdir. Deməli, bu tənliyin kökü aşağıdakılardan deyir hansına bərabərdir? Əvvəlcə tənliyimizi yazaq. Yəni tənlik özü mürəkkəbdir. Plus variantlardakı cavablarda hamısı ümumiyyətlə inteqrasiya tipli sualdır. Müxtəlif mövzulardan gördüyümüz kimi suallar təklif olunur. İndi baxaq. Deməli, 359 çıxılsın 3 vurulsun 197. Yəni edir 591 çıxılsın 3-ü 7-yə vuranda 21 edir. Amma burada çıxım işarəsi olduğuna görə bu plusa çevrilir. Yəni bu asan tənlik deyil. Yenə qeyd edirəm. Yəni bilməyimiz bizim üçün faydalıdır. 3-ü 7-yə vuranda oldu plus 21x. Bu da bərabərdir 314 çıxılsın 5x. Dostlar, dəyişənlər bir tərəfə keçir, ədədlər bir tərəfə. Bu 5x-in qabağında çıxma varsa, sol tərəfə keçəcək. 21 ilə toplanılacaq. 21 üstə 5 gələndə olacaq 26x. Bərabərdir 314 sağ tərəfdə yerində qalır. 359 və 591 hər ikisi bu tərəfə keçir. 591 plus olacaq, plus 591. 359-da çıxma olacaq. Yəni işarələrin dəyişir də bu bir tərəfə keçəndə. Gəlin hesablayaq. 314 üstə gələk 591 çıxılsın 359. 546 edər. 26x bərabərdir 546-ya. Buradan da x bərabərdir 546-nı bölürəm 26-ya, düşəcək 21. Yəni tənliyin kökü 21-dir. Dostlar, yenə qeyd edirəm, bu sualı hər müəllim rahat yaza bilməyəcək. Yəni bu normal haldır.
Əgər mənfi müsbətlərlə bu vurub açma qaydasını bilmirsinizsə, işiniz çətindir. Amma çalışın yavaş-yavaş öyrənəsiniz. İndi variantlara baxaq. 7-də 4 hissəsi 16 olan ədəd. Hissəsinə görə də tapacağıq burada dostlar. Nə edirəm? 16-nı 4-ə bölərəm. 4, 4, 7, 28. A variantı 28. Sıradan çıxdı. Təkliklər mərtəbəsindəki rəqəmi onluqlar mərtəbəsindəki rəqəmdən 2 dəfə böyük olan ən kiçik 2 rəqəmli ədəd. Deyir, təkliklər mərtəbəsində rəqəmi 2 dəfə daha çoxdur onluqlardan. Bu 12-dir. Bu da sıradan çıxır. 144-ün 4də 1 hissəsi. 144-ü 4 yerə bölürəm, 36 düşür. Bu da sıradan çıxdı. Onluqlar mərtəbəsindəki rəqəmi təkliklər mərtəbəsindəki rəqəmdən 2 dəfə böyük olan ən kiçik 2 rəqəmli ədədə. Burada baxın, onluqlar mərtəbəsindəki rəqəmi təkliklər mərtəbəsindəki rəqəmindən 2 dəfə böyükdür. 21 olacaq. Diqqət yetirsəniz, onluqlar mərtəbəsindəki rəqəm nədir? 2. Təkliklər mərtəbəsindəki rəqəm nədir? 1. Bundan 2 dəfə böyükdür və ən kiçikdir. Bundan daha kiçik mümkün deyil. D variantı düzgün cavab olacaq. Sonra dostlar, E variantı bu bərabərlikdə ödəyən natural ədədlərin sayı. Bu bərabərlikdə ödəyən ədədlər hansılardır? 16, 17 və s. Bir də 35 olacaq. 16-dan 35-ə qədər neçə ədəd var? Bunu tapmaq üçün 35-dən 16 çıxıb üstə 1 gəlirəm. Yəni 20 dənə olacaq. Bunda cavab 20-yə bərabərdir. Belə. Yəni diqqət yetirsək, düzgün cavabın B variantı olduğunu şahidi olduq. Növbəti 17-ci suala baxırıq. Belə bir tənliyimiz var. Bir qədər ekrana böyüdüm. Aha. Deməli, burada nə olacaq dostlar? 180 bölünsün əvvəlcə 12-yə bölünəcək. Bu da yəni mürəkkəb tənlikdir. Səviyyə olaraq. Bu ifadə ilə bizim işimiz yoxdur. Hələ ki. Əvvəlcə, ümumiyyətlə burada da sadələşdirmə edeyim. 12-ni 3-ə bölünəndə 4. Yəni bunu artıq birbaşa 4x kimi yazıram. 12-ni 3-ə böləndə 4x çıxılsın. Buna vurub açaq. 3-ü 3-ə vuranda minus 9x. 3-ü 25-ə vuranda plus 75 olacaq. Yəni bu minus bunu plusa çevirir. Sonra çıxılsın 45 bərabərdir. Diqqət yetirin. 180-i bayaq dedim 12-yə bölmək lazım. Bu da 15-ə bərabərdir. İndi gəlin mötərizəni silək artıq və sadələşdirmə aparaq. 75-dən 45-in çıxıram. Dostlar, 75-dən 45 çıxanda qalır 30. Çıxılsın 4x-dən 9x-i çıxmaq bizə çıxılsın 5x verəcək. Bu da bərabərdir 15-ə. Buradan da 5x bərabərdir 30-dan 15 çıxanda 15 qalar. X də bərabərdir 15-ü 3-ə böləndə, daha doğrusu 15-i 5-ə böləndə düşəcək 3. Düzgün cavab C variantına uyğun gəlir. Səviyyə olaraq mürəkkəb tənlikdir. Sual 18. Yenə belə bir tənliyimiz var. Deyir, aşağıdakılardan hansına bərabərdir? İnteqrasiya tipli sualdır. Seçimi təmizləyək. Aha. Deməli, tənliyi necə əldə edəcəm? Çöldən içə doğru gəlməklə dostlar. Əslində bunu belə də yaza bilərik. Bunu qeyd edim sizin üçün. 45 üstə gələk. 35-i 6-ya vurun. Edir 210. Aha, çıxılsın x bölək 6. Bölünsün 3 bərabərdir. 88-dən birbaşa 21-i çıxıram dostlar. Qalır 67. Sonra 67-ni vuracam 3-ə. Edir 201. Yəni bu hissə 201-ə bərabərdir. Mötərizənin sonunda heç nə qalmadığı üçün birini buradan silirəm, birini buradan, yəni mötərizəni açırıq. Sonra 201-dən çıxıram 45-i, 156 edər. Yəni buranı silirəm. Bu ifadə bərabərdir 156. Sonra buranı silirik. Bu formada yazdıq. 210-dan nə çıxsın 156 qalar. Yəni x bölək 6 ifadəsi bərabərdir. 210-dan 156-nı çıxanda qalır 54. X də bərabərdir. 54-ü vuracam 6 edir 324. Yəni tənliyin kökü 324-dür. Diqqətli olursunuz. X-in qiymətini tapdıq 324. Amma bundan sonra hələ işimiz var. Deyir, yuvarlaqlaşan zaman 770 alınan rəqəmləri müxtəlif ən böyük ədədlə 89-un 5 mislinin fərqinə. Gəlin baxaq. Yuvarlaqlaşan zaman 770 alınan
Ən böyük ədəd 774-dür. Üstə 4 gəlməklə tapılır. Amma deyir ki, rəqəmləri müxtəlif olsun. 769 yazaram. 89-un 5 mislinin fərqi çıxılsın, 89 vurulsun 5. Baxaq. 89-u 5-ə vursam 445 edər. Bunu 769-dan çıxsam, əla, elə 324-ü aldım. Demək ki, elə sualımızın cavabı A variantına uyğun gələcək. Dostlar, digər variantları özünüz hesablaya bilərsiniz artıq. Məsələn, 5-də 2 hissəsi 64-dən aydın 2 misli və s. Yəni, bunu artıq özünüz bilirsiniz. Yəni, düzgün cavab A variantıdırsa artıq vaxt itirmək istəmirəm. Sonra sual 19-a baxırıq. Deyir, bu riyazi ifadəni hesablayarkən əməllər sırasına görə dəyişənlərin ardıcıllığını müəyyən edin. Bu nə deməkdir? Yəni, birinci hansı hesablanmalıdır? Bax, bunu nəzərdə tutur. Mötərizə varsa, mötərizənin daxilindən başlayırıq. Mötərizənin daxilində vurma bölümü varsa, birinci onlarla. Yəni, birinci B hesablanacaq. Sonra C. Mötərizə ilə işim bitdi. Sonra da A. Yəni, B, C, A. Düzgün cavab D variantına uyğun gələcək. Və nəhayət dostlar, 20-ci suala baxırıq. 5x bərabərdir 0 tənliyini həll etmək lazımdır. 5-i nəyə vursam 0 edər? Bunu tapmaq üçün 0-ı 5-ə bölərəm, yəni 0. Tənliyin kökü yalnız və yalnız 0-a bərabərdir. Belə dostlar, içərisində sadə, orta, mürəkkəb suallar olan 20 suallıq bir sınaq işlədik. Burada yəni çətinlik çəkdiyiniz suallar ola bilər. Qorxmaq lazım deyil. Təkrar-təkrar baxmaq lazımdır. Hər tipi öyrənmək lazımdır. Yəni mümkün qədər bütün tiplərə toxundum ki, imtahanda sadədən mürəkkəbə doğru sizə hər növ sual təklif oluna bilər. Ona görə biz işimizi etibarlı tutaq, imtahana daha yaxşı formada hazırlaşaq, daha ciddi hazırlaşaq, daha çətin suallarla işləyək ki, imtahanda çətin suallar hər hansı bir mövzudan təklif olunanda biz artıq qorxmadan həmin sualları könül rahatlığı ilə yazmağı bacaraq. Videonu bəyənməyi və paylaşmağı unutmuruq. Sağ olun, bir sonraki izahlarda görüşərik. Hələlik.